Real Partiyasının sədri Natiq Cəfərli studiyamızın qonağıdır. Natiq müəllim, xoş gəlmişsiniz. Hoş gördük. Gəlin ilk olaraq Yoav Galantın açıqlaması var idi ki, Fordo nüvə obyektini ancaq Birləşmiş Ştatlar vura bilər. Bu, İsrailin gücünün zəif göstərilməsidirmi? Yəni, İsrailə inamsızlıqdırmı? Yoxsa Birləşmiş Ştatların müdaxiləsinin gözlədikləri bir mesajıdırmı? Necə qiymətləndirək? Əslində, İsrail çox istəyərdi ki, Amerika Birləşmiş Ştatları bu hərbi əməliyyatlara qoşulsun. Doğrudan da Amerikanın əlində dünyada heç kimdə olmayan, çox dərin qatlara işləyə biləcək ağır bombalar var. Həmin o bombaların bəzilərinin qiyməti 100 milyon dollarlarla ölçülür. Və onlar Amerika hərbi bazasında yerləşir, Hind okeanında. Və bir neçə saatlıq məsafədə, bir saatdan biraz çox məsafədə İrana çata bilər və bombalaya bilər. Və həmin o nüvə obyekti də yer qatının təqribən 70 metr dərinliyində yerləşir və İsrailin əlində olan hərbi sursatlar həmin dərinliyə işləyərək oradakı avadanlıqlara və yaxud da əməliyyatlara ziyan vura bilmir. Və ona görə də Amerika Birləşmiş Ştatları texniki olaraq dünyada bu bombalara sahib yeganə ölkə olduğu üçün həm də İsrailin bir marağındadır ki, Amerika Birləşmiş Ştatları da qoşulsun bu məsələyə. Çünki Amerikanın qoşulması daha tez bir zamanda İranla bağlı bir çox məsələlərin həllində yardımcı ola bilər. Amerika Birləşmiş Ştatları da bir gözləmə mövqeyindədir. Sanki nəyi gözləyir? Danışıqları açığı və bugün müxtəlif qərb mətbuatında yazılan məlumatlara görə Araqçı ilə Steve Witkoff arasında dəfələrlə telefon danışıqları da olub. Müəyyən danışıqlar gedir, müəyyən razılaşmalar var. Çünki əslində bu tipli müharibələr, əgər qurudan hansısa bir əməliyyatlar yoxdursa, biz bilirik ki, nə İran İsrailə qurudan hücum eləyən deyil, nə İsrail İrana qurudan hücum eləyən deyil. Bu tipli əməliyyatlar, bu tipli müharibələr ancaq hava zərbələri ilə davam edəcəksə, günün birində də dayanmalıdır. Çünki burada qalib şərtidir, məğlub şərtidir. Çünki heç bir ölkə bir-birinin, belə deyək də, kapitulyasiyasına nail olmaq üçün quru əməliyyatları həyata keçirmək iqtidarında deyil. Buna coğrafi və fiziki imkanlar yoxdur. Ona görə də istənilən halda hər iki tərəfin sifətini qoruyacaq bir anlaşmaya ehtiyac var. Və Amerika Birləşmiş Ştatları burada yeganə dövlətdir ki, həm İranla danışır, həm İsraillə müttəfiq halındadılar. Hər iki ölkəyə təsir imkanları var. Və Amerika Birləşmiş Ştatlarının susqun qalması və yaxud da kənardan həm də bir zopa göstərərək, bir sözlü ifadələrlə təsir edərək münaqişənin bir müddətdən sonra Amerikanın moderatorluğu ilə durdurulmasına çalışır. İsrailə isə indi fürsət düşüb açığı, çünki hava məkanına tam nəzarət eləyir, İran kifayət qədər zəiflədilib və indiki şəraitdə... Amma yeri gəlmişkən İran da bunu iddia edir ki, biz də Təl-Əvivə tam nəzarət edirik. Onların düzdür, bu müharibə həm də bilirsiniz də, indi 21-ci əsrdə gəlib o zamana çatmışıq ki, informasiya müharibəsi real müharibənin tərkib hissəsidir və ya da ən vacib hissələrindən biridir və qarşılıqlı informasiya müharibəsi də gedir və İran tərəfin açıqlaması həm də ona hesablanıb ki, raketlər doğrudan da İsrailə düşür. Və bugünə qədər İsrail... Dəmir qübbə niyə qoruya bilmir? Burada onun haqqında bir miflər də var idi, dəmir qübbə haqqında, reallıq da var. Reallıq da ondan ibarətdir ki, 90%-ni tutur. Amma yerdə qalan hissəsini yəni hamısını tutmaq iqtidarında deyil. Çünki İran da artıq bundan öncə xatırlayırsınızsa bir neçə ay öncə bir-birlərinə qarşı raket və dron zərbələri olmuşdu. Və həmin zaman İranın da müəyyən belə bir araşdırmaları olmuşdu ki, eyni nöqtəyə bir neçə raketi birdən atanda dəmir qübbə işləmir sadəcə. Yəni bir neçəsini tuta bilir. Ən azından 3-dən, 4-dən, 5-dən biri keçə bilər. Əslində elə münaqişənin ilk günlərində bununla bağlı bir açıqlama da oldu ki, ilk günlər bizim üçün nümunə idi, məşq idi, təlim idi. Yəni öyrənirdilər. İndi başlayacaq dedilər və elə həqiqətən də o açıqlamadan sonra Təl-Əviv vuruldu. 21-ci əsrin müharibələri daha böyük ölçüdə resurs müharibəsidir. Yəni bundan öncə İranın öz açıqlamalarından da və müxtəlif kəşfiyyat orqanlarının açıqlamalarından da belə məlum olur ki, uzaq mənzilli raket sayı məhduddur. Təqribən 3000-ə qədərdir. İndiyənə qədər də artıq bunun az qala bir 20%-ni istifadə ediblər və İsrail tərəfinin... Bugün elə bir məqalə dərc olunmuşdu ki, artıq həmin resurs tükənmək üzrədir. Əlbəttə, həm də İsrail raketlər havaya uçmadan öncə belə bir neçə dəfə bunları yerindəcə partlada bilmişdi. Yəni, resurslara baxanda təbii ki, İsrailin, Amerikanın da dəstəyini nəzərə alsaq, çünki İsrailin özü öz silah təminatının
təqribən 35-40%-ni həyata keçirilir. Yerdə qalan Amerika silahlarıdır və Amerikanın arsenalını nəzərə alsaq, İsrailin imkanlarını nəzərə alsaq, resurs müharibəsində, yəni raketlərin və dronların müharibəsində İsrailin, Amerikanın böyük üstünlüyü var. Bunu İran tərəfi də bilir açıq. Bəs İrana kim dəstək olacaq əgər resurs tükənirsə? Çünki Rusiyadan açıqlama gəldi ki, biz hərbi dəstək göstərə bilməyəcəyik. Bu münaqişə çox maraqlı bir neçə məsələnin üzərini də açdı. Əslində, bütün qlobal oyunçulara, əgər üç nüvə dövlətini, böyük nüvə dövlətini nəzərə alsaq, Amerika Birləşmiş Ştatları, Çin və Rusiyanın hərəsinin bir cür marağındadır. Bu münaqişənin uzanması hətta marağındadır. Amerikanın ona görə marağındadır ki, əsas moderatordur. Yəni İsrail tərəfə də, İran tərəfə də təsir göstərir. Sabah bir müqavilə olsa, Trump sülhpərvər kimi yenə meydanda olacaq. Rusiya ona görə maraqlıdır ki, indi neçə gündür dünya mediası da Ukrayna müharibəsini sanki yaddan çıxardıb və Rusiyanın Ukraynaya hücumları şiddətlənib, Kiyevin vurulması artıb və s. Bundan başqa, həm də Rusiya bir Amerika Birləşmiş Ştatlara yardım edə biləcək bir nöqtəyə gəlib. Çünki Trumpla Putin arasında danışıqlarda Trumpın Putinlə İran məsələsinin müzakirə edildiyi də bir neçə dəfə müxtəlif mənbələrdən təsdiqini tapdı. Yəni burada da bir rol ala bilir Rusiya, beynəlxalq izolyasiyadan çıxaraq hətta bir sülh prosesində müəyyən rol ala bilir. Çinin marağı nədədir? Çinin marağı düzdür, iqtisadi maraqlarına müəyyən dərəcədə toxunur. Çünki İran 1,5 milyon barel gündəlik neft hasilatının böyük bir hissəsini Çinə satırdı. Düzdür, Çin daha ucuz alırdı açığı. Heç də pulunun hamısını da nəqd şəkildə vermirdi, dəyərin hamısını. Təqribən 30%-nə Çin malları ilə təmin edirdi ki, bu da Çin istehsalçılarının xeyrinə idi. Amma münaqişənin müxtəlif səbəblərlə uzanması ən azından Amerika Birləşmiş Ştatlarının Uzaq Şərq və Çin, Sakit Okean və Tayvan ətrafında məsələlərdə xeyli dərəcədə vaxtını və zamanını və gücünü alır. Və bu da Çinin strateji maraqlarına uyğundur əslində. Ona görə də indiki durumda nə Çin, nə Rusiya ritorik belə bir bəyanatlardan başqa İrana ən azından açıq şəkildə hər hansı bir formada dəstək vermək istəmirlər. Çünki hər iki... Açıq şəkildə dəstək verərlərsə nə baş verər? Məncə o artıq bu 3-cü dünya, zaten 3-cü dünya savaşı gedir, qeyri rəsmi də olsa belə deyək. Amma bu artıq doğrudan da cəbhələşmənin, qütbləşmənin və böyük, belə deyək də, hərbi güclərin toqquşması ilə nəticələnir. Onda sualı belə qoyaq, Şərq və Qərb blokları yaxın Şərqdə üz-üzə gələ bilərmi? Əslində bu uzun müddətli üz-üzə gəlirlər. Əslində bu proses 2001-ci ildən başladı. Açıq meydanda savaş olaraq? Açıq meydanda savaşda mən inanmıram açığı. Çünki bu 3-cü dünya müharibəsinin sonunda nüvə silahının işə düşməsini ilə nəticələnə bilər ki, bu da dünya üçün heç də arzu olunan deyil. Amma İran müharibəsinin, yenə təkrar edirəm, spesifik xüsusiyyəti ondan ibarətdir ki, klassik əskərlərin döyüşü olmayacaq. Yəni quruda döyüş olmayacaq. İndi biz təsəvvür etsək ki, tutalım Çin də Rusiya da kömək eləsə, nə kömək eləyə bilər? Raket verə bilər, nə bilim, hansısa hərbi texnologiyalar verə bilər, hava hücumundan müdafiə qüvvələri verə bilər, hansısa təyyarələr verə bilər. Amma Çin əskəri, Rus əskəri gəlib İran üçün vuruşan deyil, nə də Qərb bloku adlandırdığımız NATO bloku öz əskərlərini İranın daxilinə salan deyil. Söhbət 90 milyonluq bir ölkədən gedir açıq. Bəs hərbi gəmilərin yaxınlaşması, meydanlara çıxması nədən xəbər verir? Niyə çıxarırlar o zaman? Böyük Britaniya, elə Birləşmiş Ştatlar özü nə mesaj verməyə çalışır? Bu çox mənim xatırlatdı indi siz deyəndə. Singapurun yaranması tarixi var. Singapur ölkə kimi yarananda Çin buna razı olmurdu. Uzun müddət buna dirənirdi. Çünki Singapurun əsas əhalisi Çinlilər idi. Lee Kuan Yew'nun özü də etnik olaraq Çinli idi. Amma nə vaxt ki Amerikanın 2 hərbi gəmisi Singapur limanına daxil oldu, ondan sonra Çin artıq geri addım atdı. Çünki artıq o üzbəüz gələ biləcəyi qüvvəni gördü orada. İndi də bu da belə bir güc nümayişidir, əzələ nümayişidir. İranı sıxışdırmaq üçün, anlaşmaya getməsi üçün göstərirlər ki, doğrudan da əgər total bir hücum olsa, yəni Amerika Birləşmiş Ştatları, Britaniya, Fransa, bir çox NATO ölkələri də bu məsələyə qoşulsalar, onların öz daxillərində problemlər olacaq təbii ki. Çünki müsəlman və yaxud da İrandan köçmüş insanlar da var o həmin ölkələrin daxilində. Amma hərbi nöqteyi nəzərdən İranın dözməsi mümkün deyil. Yəni bu nöqteyi nəzərdən Amerika bu gəmiləri göstərməklə sanki ya anlaşacaqsınız, ya da çox böyük fəlakətlərlə qarşılaşacaqsınız mesajını verir. Amma Xamneyinin açıqlaması var idi ki, bizi sülhə məcbur edə bilməyəcəksiniz. Öz şərtlərinizlə sülhə getməyəcəyik.
Başqa hansı bəyanat verməli idi ki, yəni bir ölkənin başçısı davadadır, müharibənin içindədir, öz ölkəsinin xalqına konsolidasiya olması üçün bu mesajları verməlidir. Əgər bu doğrudan da belə olsaydı, məsələn, Araqçı zəng eləyib hansısa bir formada danışıqlar yolları axtarmazdı. Deməli, İran özü də danışıqlar yolu ilə bu məsələnin həllində maraqlıdır. Amma orada xırda bir detal var idi. Bildirildi ki, İsrail hücumları dayandırarsa biz danışıqlara gedəcəyik Birləşmiş Ştatlarla. İsrail dayandıracaqmı onda hücumları? Çünki Birləşmiş Ştatlardan bir cavab gözləyir əslində. İsrail dayandırmadan da danışıqların getdiyi məlum oldu. İndi məlum oldu ki, müharibə gedir, yəni bombalar uçur, amma danışıqlar da gedir. Bir neçə dəfə zəngin olması, mən düşünmürəm ki, hansısa şəxsi münasibətlərin yaxşı olmasından xəbər verir. Yəqin ki, bu münaqişənin həlli üçün bir formul arayışındadır. Burada da əslində yeganə formul ondan ibarətdir ki, əvvəl İran nüvə işləmlərini sülh yolunda hansısa bir formada atom elektrik stansiyaları üçün istifadə etməkdə, beynəlxalq aləmdə buna razı idi, aşağı yuxarı. İndi Amerika Birləşmiş Ştatlarının dediyi bundan ibarətdir ki, sizin ümumiyyətlə heç bir nüvə proqramınız ola bilməz. Bunun üzərində gedir məsələ. Söhbət heç də bugün artıq nüvə silahının yaradılmasından yox, ümumiyyətlə İranın nüvə proqramının olmamasından söhbət gedir. Bəs biz Çindən danışdıq. Təbii ki, bu fikirləşirik ki, Rusiya müdaxilə eləsə, Çin müdaxilə eləsə, proses genişlənə bilər. Amma bir də Şimali Koreya obrazı var. O da danışır. Kim Çin In deyir ki, biz İranı dəstəkləyirik, İranın yanındayıq. İstənilən qərarında ona öz dəstəyimizi verəcəyik. Şimali Koreyanın dəstəyi hansı istiqamətdə olacaq? Nə baş verəcək? Əgər indiyənə qədər olubsa da və bundan sonra da olacaqsa da hansısa silah növlərinin İrana verilməsindən ancaq söhbət gedə bilər. Çünki Şimali Koreyanın ən azından dünyada ən çox silah arsenalına malik olan ölkələrdən biri olduğu bilinir. Ən çox bazı raketləri mövcuddur, uzun mənzilli raketləri də mövcuddur. Amma mənə elə gəlir ki, Şimali Koreyanın bu davranışı, bundan öncə də biz Rusiyada gördük. Məsələn, Rusiya ilə müqavilə çərçivəsində Koreyalı əskərlərin Kursk vilayətində və Ukrayna sərhədində döyüşdüyünü gördük. Hətta həlak olanları da gördük. Sadəcə oyunçu olmaq öz problemini də bir tərəf kimi həll etməyi düşünür. Yəni, mən də varam, mənimlə niyə danışmırsınız? Mənimlə də problemlər var. Gəlin, mənimlə də anlaşaq. Çünki xatırlayırsınız, Trump'ın ilk dönemində çox belə hamını şoka salan bir neçə görüş baş vermişdi. Şimali Koreya lideri ilə Trump ən azı səhv eləmirəmsə 2 dəfə görüşmüşdülər və bu müəyyən anlaşmalar çərçivəsində müəyyən danışıqlar getmişdi. İndi bütün dünyanın başı Ukrayna-Rusiya məsələsinə, indi də İsrail-İran məsələsinə qarışıb Şimali Koreya sanki yaddan çıxıb. Və bu bəyanatlarla mən də varam, mənim də problemlərim var, mənimlə niyə danışmırsınız? Onu yada salmağa çalışır. Açıqlamalar gəlməkdə davam eləyir. İsrail kütləvi informasiya vasitələrində qeyd olunur ki, Netanyahu İranın ali dini lideri Əli Xamneyə sui-qəsd etmək əmri verib. Bu sadəcə kütləvi informasiya vasitələrində yayılan bir iddiadır. Ümumiyyətlə, İsrail yola çıxanda, bu münaqişəyə yola çıxanda burada sadəcə nüvə məsələsi var idi. İndi isə İranda hakimiyyət məsələsi də gündəmdədir. İsrailin mövqeyi niyə dəyişdi və buna nail olması mümkündürmü? Mümkündürsə və deyək ki, oldu, bundan sonraki plan nədən ibarətdir? Oradakı hakimiyyət dəyişikliyi ümumiyyətlə indiki məqamda region ölkələr də daxil olmaqla kiməsə lazımdırmı? Çox maraqlı və doğru sualdır. Əslində bu müharibəni yekunlaşdıracaq bir sualdır əslində. Çünki müharibəni başlamaq daha asandır. Bitirmək daha çətindir. Çünki onun törətdiyi dalğaları hesablamaq heç də həmişə ən ağıllı analitik mərkəzlərə belə nail olmaq mümkün olmur. Çünki o qədər bilinməzlər yaranır ki, yol gedərkən müharibə zamanı. Bax, indi İran indiki hakimiyyətindən kifayət qədər narazı olan qruplar da var ki, bu saldırıdan sonra İranı müdafiə etməyə qalxdılar. Hətta diaspor qruplar da var, ard-ardına bəyanatlar verməyə başladılar. Amma daxildən də dəstəyi güclüdür. Bəli, daxildən də dəstək güclüdür. Çünki tutalım ki, bu rejim olmadı. Səhərsi gün olmadı. Bunun yerinə hansı bir rejim gələcək? İran tarixi boyu, elə türklərin idarə elədiyi dövrləri də götürsək, son 100 ildən biraz çox şah dövründə dinastiyanın dəyişməsinin şahidi olduqda ya şahlıq olub və son 45 ildə də dini rejim olub. Faktiki olaraq ali dini rəhbər elə şah səlahiyyətlərinə malik idi. Yəni, tarix boyu ya şahlıq olub, ya dini rejim olub.
Bax, bu ikisindən biri olan bir toplumda birdən-birə demokratik keçid, hansısa liberal keçid mümkündürmü? Məncə mümkün deyil. Bu Sovet İttifaqında da belə oldu. SSR Bolşeviklər inqilab elədilər. Sonra gördülər ki, xalq anlamır. Çarın yerinə birinci katib yaratdılar. Sadəcə adı dəyişdi. Adı Çar deyildi, birinci katib idi. Kilsəni isə Komünist Partiyası əvəz elədi. Əvvəllər insanlar kilsəyə gedirdilər bazar günləri. Sonradan da Komünist Partiyasının toplantılarına getməyə başladılar. Yəni biz İran üçün danışırıq bu hakimiyyət dəyişikliyini. Eyni şeylər İsraildə də keçərlidir və İsraildə də daxildən bir etiraz dalğası var idi. Əvvəl Qəzzaya görə, indi də İsrailə görə, daha doğrusu İrana görə. Bəs orada hakimiyyət dəyişikliyi mümkündürmü, realdırmı? Burada ciddi fərq ondan ibarətdir ki, İsraildə bir seçki institutu var. Yəni Yaxın Şərqin ən demokratik ölkələrindən biridir. Seçki institutu vasitəsilə hakimiyyətin dəyişdirilməsi mümkündür. Koalisiyalar var. Hətta bugünün özündə belə Netanyahu'ya çox kəskin şəkildə müxalif mövqedə dayanan insanlar, partiyalar var. Elə Libermanın son açıqlamalarını oxusaq, görərsiniz ki, nə qədər ciddi şəkildə müxalif mövqedən çıxış edir. Yəni İsraildə daha rahat ola bilər. Amma bu münaqişənin bitməsindən asılı olmayaraq, hansı formada bitməsindən asılı olmayaraq, növbəti sülh dövründə İsraildə baş tutacaq növbəti seçkilərdə Netanyahu və onun tərəfdarlarının partiyasının vəziyyəti o qədər də asan da olmayacaq. Çünki müharibə dövründə bəzi suallar verilmir hakimiyyətlərə. Bugün məsələn Ukraynada da biz bu misal olaraq deyim ki, eyni şeydir. Yəni müharibə gedir deyə Zelenskinin səhvi də, doğrusu da sorğulanmır. Çünki müharibə gedir. Amma müharibə dayanandan sonra suallar həmişə artır. İndi İsraildə də seçkilər dönəmində müharibələr, münaqişələr səngisə demirəm tamamilə bitəcək. Təəssüf ki, min illərdir o bölgə qan çanağıdır. Bir tək Osmanlı dönəmində biraz sakitlik olub həmin coğrafiyada. İndi hər bir halda seçkilər dönəmində suallar veriləcək. 7 oktyabr niyə baş verdi? Niyə bunun qarşısını almaq mümkün olmadı? Niyə İran raketləri Tel Avivə qədər gəldi? Hayfaya qədər gəldi? Şəhərlərimiz vuruldu, binalarımız dağıldı. Yəni bu suallar həmişə çıxacaq və bu suallara cavab tapmaq da çox çətindir. Nəticə itibarilə Netanyahu'nun seçkilərdə uduzması ehtimalı var, amma yenə təkrarlayım, İsraildə bu daha rahatdır. Bir hökumət gedəcək, digər hökumət gələcək. Zaten orada ya koalisiyalar olur, ya hökumətlər də tez-tez dəyişir. Amma İranda sivil institutlar yoxdur. Formal olaraq iki cəbhə var, konservatorlar və islahatçılar adı qoyulub, amma faktiki olaraq onların institutlaşmış və hökuməti idarə edə biləcək kadrları yoxdur. Çünki bu 45 ildə dini komitələr, belə deyək, kifayət qədər dövlətin sınırlarına, hüceyrələrinə nüfuz eləyiblər deyə onları əvəzləmək, onları başqa institutlarla əvəzləmək çox çətin olacaq. Amma İranın potensialı var bununla bağlı. Çünki İranda daim sol hərəkat güclü olub, Tudəçilərin biz inqilabdakı rolunu görmüşük tarix boyu. Sosial demokratlar olub, liberallar olub hətta. İndi də şahın oğlu da bir növ önə çıxmağa çalışır və kifayət qədər ciddi şəkildə təsir etməyə çalışır. Yəni, müəyyən institutlar zəif şəkildə də olsa var. Amma İranın daxilində ən güclü, belə deyək, potensialı olan etnik kimlikləri olan insanlardır. Elə bizim qardaşlarımızdır. Aydın, çox təşəkkür edirəm ətraflı şərhiniz üçün Natiq müəllim. Doğrudan da çox maraqlı məqamlara aydınlıq gətirdiniz. Qısa bir cavab xahiş eləyəcəm. Çünki bununla bağlı elə İsrail tərəfindən açıqlamalar gəldi ki, biz nə Hizbullahı, nə Həması, nə Husiləri heç birini görmürük. Onlar niyə yoxdular? Onlar niyə İran tərəfindən bir hərəkətlilik göstərmirlər? Bu yaxınlarda başqa bir mediada açıqlamalar verərkən bəzilər sual var idi. Mənə elə gəlir ki, bu əməliyyat uzun illər planlaşdırılırdı. Bu dünənin əməliyyatı deyil, sıraha günün əməliyyatı deyil. Və belə bir obrazlı ifadə ilə desək, həmin bölgədə İranın müxtəlif ayaqları var idi. O ayaqlar əvvəlcə kəsildi, sonra ayaqları idarə olunan başa hücum olundu. Çünki o proksi qüvvələrin əvvəlcə bölgədən təmizlənməsi baş verməsəydi, yəni İranın özünə hücum eləmək çox çətin olardı. Əvvəl Suriya məsələsi həllini tapdı, orada hakimiyyət dəyişikliyi oldu, rejim dəyişikliyi oldu və İran demək olar ki, Suriyadan qovuldu. Hezbollah Livanda xeyli dərəcədə zəiflətdi İsrailin hücumları nəticəsində. Hamas zəiflədildi. Husilər xeyli dərəcədə bundan biz nədənsə unuduruq ki, bir neçə həftə bundan qabaq dünya Amerika Birləşmiş Ştatlarının Husilərin bombalamasını müzakirə eləyirdi. Durduq yerdə bunlar bombalanmırdı. Bu da bu əməliyyatın hazırlıq ayaqlarından biri idi. İraqda zəiflədildi, Suriyada zəiflədildi, Livanda zəiflədildi, Yəməndə zəiflədildi. Bundan sonra əsas əməliyyat
başlanıldı. Və eyni necə deyirlər. zamanda İrana dəstək olan Rusiyanın da başı Ukrayna müharibəsinə bəli, qarışır. tamamilə doğru. Yaxşı, təbii ki, suallar çıxır. Buyurun. Bu Başlayın. İranda məsələ həll olunsa, gözlədikləri və plana uyğun şəkildə həll olunsa, növbəti hədəf haradır onda? Mən düşünmürəm ki, bir çox belə analitiklər Türkiyədə, qardaş Türkiyədə də deyirlər Türkiyəyə bağlı. Mən bunun açığı o qədər də belə real saymıram. Çünki NATO dövləti olan Türkiyə aşağı-yuxarı Suriya əməliyyatlarında da belə birgə də olmasa kardinali şəkildə davrandıqlarını da İsraillə düşünürəm. Çünki ikisinin də xeyrinə idi. Türkiyə də gücləndi bölgədə, İsrail də gücləndi bölgədə. Hər ikisinin Suriya əməliyyatları xeyrinə oldu. Nüvə silahına malik olacaq İran, bəlkə bizim qardaş Türkiyə təhlükə deyilmi? Bölgəyə təhlükə deyilmi, əgər elə bir potensialı varsa? Buna görə də mən düşünmürəm ki, növbəti hədəfdə kimsə var. Söhbət ondan gedir ki, sərhədlərin dəyişməsi ola bilər. Bax, bizim də, əsasən də qardaş Türkiyənin də əsas vəzifəsi budur ki, bu geosiyasi, belə deyək, xaotik vəziyyətdə başqa ölkələrin sərhədləri dəyişərkən Azərbaycana da, Türkiyəyə də bunun hansısa bir formada mənfi təsirləri ən azından olmasın. Aydındır. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ olun. Ətraflı və maraqlı şərhiniz üçün.